Əslində, İran-Amerika Birləşmiş Ştatları gərginliyi ilə bağlı proseslər bir növ döndürülmüş vəziyyətdədir, düzdür. Bəlkə də bağlı qapılar arxasında müzakirə gedir, amma cəmiyyət üçün, ictimaiyyət üçün açıqlanan aspektdən danışsaq, hər hansı bir nəticə görünmür. Birləşmiş Ştatların da şərtləri sərtdir, İran da buna tabi olmaq istəmədiyini nümayiş etdirir. Hətta İrandan açıqlamalar gəldi ki, Amerika Birləşmiş Ştatları quru əməliyyatına cürət eləmədi. Bu kontekstdə danışsaq, yəni proseslərin bundan sonraki mərhələdə gedişatını biz hansı yöndə görəcəyik? Burada bir neçə istiqamət var, onları qeyd eləmək lazımdır. Amerika Birləşmiş Ştatları ümumi öz İranla bağlı strategiyasından əl çəkməyib və onun öz maraqlarını həyata keçirmək üçün fəaliyyət göstərir, amma müxtəlif üsullardan istifadə edir. Birinci üsul kimi bilirsiniz ki, bu ilk olaraq ilkin fazada hərbi zərbələr idi. 15 minə yaxın hədəflər İran ərazisində əvvəldən müəyyən olunmuş hədəflər, zərbələr endirilmişdi. İndiki mərhələdə iqtisadi baxımdan İrana qarşı əməliyyat keçirdi və o hətta çox ciddi bir faktordur. Görüntüsü olmasa da, amma təsirləri İran üçün bir neçə dövrdən, günlərdən sonra, həftələrdən sonra çox təsirli olacaq. Bu nədən ibarətdir? İrana Ormuz boğazı vasitəsilə daxil olan istənilən yüklərin gedib gəlməsi, İranın bütün orada olan limanlarına blokadanın tətbiq olunmasıdır. İranın əsas gəlirləri neft ixracətidir və neft ixracətinin 90%-i məhz o limanlar vasitəsilə həyata keçirilir. Onlar dayandırılıb. İndi burada bir məsələ var. İş ondadır ki, İran istehsal elədiyi neft üçün onun saxlanma yerləri həddindən artıq məhduddur. Və artıq bir-iki həftədən sonra bunu deyən Amerikanın Maliyyə Naziri özü səsləndirir ki, həddindən artıq çox ciddi problemlə rastlaşacaq, istehsal elədiyi, əldə elədiyi nefti çıxada bilmədiyi üçün saxlanma yerləri də məhdud olduğuna görə. Bax, bu günləri artıq İran limanlarında olan tankerlərin hamısını neftlə doldurub, ərazisində olan kənlər hamısı doldurub və artıq məcburiyyət qarşısında qalacaq neft quyularını dayandırmağa. Neft quyularından da neftin çıxarılması prosesi dayandırılsa, orada ciddi kimyəvi proseslər gedir, paraflanma və s. Bu da gələcəkdə həmən o quyuları yenidən işlətməyə çox çətin olacaq, ağır olacaq, bəzən də heç mümkün olmayacaq. Bu da İranın əsas gəlirləri. Hesab edin, gündə 500 milyona yaxın vəsait İran götürüldü. İndi bu müharibədən sonra ağır bir vəziyyətdə, iqtisadiyyatı dağılmış, həddindən artıq işsizlik artıb, bu vəsaitlə kəsiblər. Bunun məqsəd nədir? İranı daxildən zəiflətməkdir. Bax, bu ikinci prosesdir. Amma o söhbət ki, gedir ki, İran Amerika Birləşmiş Ştatları cəhd eləmədi quru əməliyyata, bu bəyanatı vermək hələ tezdir. Yəni, prosesə baxsaq, ABŞ öz fəaliyyətini aparır. Yəni, İran ordusunun sözçüsüdür bu fikri deyən ki, Amerika Birləşmiş Ştatları quru əməliyyatına cürət eləmədi. Əslində o deməlidir ki, bu vaxta qədər cürət eləmədi. Yəni, bu gündən sonra hələ ki, heç nə dəyişilməyib gələcəkdir və proseslərə nəzarət edən bu günlər İran deyil. Proseslərə nəzarət edən bu gün ABŞ-dir. İranın Ormuzla bağlı tədbirləri, bəli, müəyyən təsir elədi. Amma məsələn, ABŞ-ın özünə belə baxanda, hətta bu maraqlıdır. Nə üçün? Ona görə ki, ABŞ artıq başlayıb öz neftini satmağa. Mən izlədim, son bir ayda ABŞ-ın neft ixracı 29% artıb. Hesab edin, nə boyda rəqəmdir. Və dünən idi, İsrail günündə ilk olaraq ABC Yaponiyaya böyük bir tanker neft göndərdi. Yəni, bu əvvəlki neft Ormuzda olan ərəb ölkələrinə məxsus olan neft idi. Amma indi bunu ABŞ özü eləyir. Bu da nə deməkdir? Burada ABŞ-ın başqa bir siyasəti var. ABŞ dünyadakı neft bazarında artıq əsas oyuncuya çevrilir və OPEC-i də ötüb. Bax, fikir verin, paralel olaraq bir neçə istiqamətdə olan fəaliyyət göstərirlər. Bu yandan da dünya üçün, dünya iqtisadiyyatı vacib amil olan neft amilini nəzarətə götürürlər. Wall Street Journal-da yayımlanan bir məqalə var, maraqlı bir detaldır. Birləşmiş Ştatlar Prezidentinin köməkçilərinə tapşırığı ilə bağlıdır bu məqalə. Deyir ki, uzun müddətli blokada planı hazırlamağı tapşırıb. Trump İran iqtisadiyyatına təzyiq göstərmək üçün xüsusilə də neft tankerlərinin ölkə limanlarından çıxışının
qarşısının alınmasını dəstəkləyir. Hesab edir ki, bombardmanların bərpası və ya münaqişədən çıxmaq daha risklidir. Yəni, yenidən müharibə amilindənsə, elə limanları blokadada saxlayaq, bu vasitə ilə İrana təzyiq göstərib masaya gətirək. Wall Street Journal'ın belə bir iddiası var. Və yaxud da münaqişədən tamamilə çıxmaq variantı üzərində də dayanmaq istəmir. Çünki bu zamanda deyəcəklər, Amerika Birləşmiş Ştatları İran qarşısında aciz qaldı. Necə ki, indi deyirlər ki, İran ordusunun sözçüsü ki, cürət etmədi. Bəs bu üç variant arasından hazırda Amerika Birləşmiş Ştatları prezidentinin fokuslandığı dediyimiz əsas məsələ blokadanın daha uzun müddətli olması variantı nə dərəcədə mənfi effekt verə bilər? Deməli, ABŞ rəhbərliyi çox güman ki, müxtəlif ssenarilər üzrə tapşırıqlar verir öz köməkçilərinə hazırlıq işləri görməyə. Amma onların hansılarını, məsasının üstündə də çox ssenarilər var, hansılarını seçmək qərarını sonu ABŞ prezidenti verir, son anda formalaşmış vəziyyətdən Amerikan maraqlarına daha da uyğun ssenarini seçməklə. Qabaqcadan bunu demək olmur. Amma bu məsələ üçün münaqişədən tamamilə çıxmaq məsələsini mən buna inanmıram. Nə üçün deyim sizə? Baxın görün, bu əməliyyatları həyata keçirdəndə Amerika İranın heç bir neft strukturlarına zərbələr endirmədi. İranın heç bir təbliğat, televiziya və s. Biliyorsunuz ki, İranda internet işləmir. Ancaq təbliğat vasitəsi televiziyadır. Heç birine zərbə endirmədi. Deməli, bunları nə üçünsə, hansısa bir gələcək planlar üçün saxlayıblar da. Əgər bunlar bu münaqişədən çıxmaq istəyədilər, bunlar tamamilə həmən o strukturları da dağıdardılar. Heç blokadaya ehtiyac olmazdı. Gəmilərini də yığışdırıb gedərdilər. Amma bunu eləmirlər. Deməli, bunların növbəti planları var. Plan da nədir? Plan hakimiyyəti dəyişdirməkdir. Bu və digər formada gec-tez buna gələcəklər. Ona görə ki, sizdən verilişlərin birində biz müzakirəndə mən dedim ki, nüvə proqramı əlbəttə ki, problemdir, raket proqramı problemdir, amma ABŞ-ı maraqlandıran İranın neftidir. Ona görə ki, 20-ci əsrin tarixçəsini götürsək, biz görürük ki, Amerika Birləşmiş Ştatları dəfələrlə hətta 50-ci illərdə dövlət çevrilişi etmişdi o məşhur Ajax əməliyyatı yenidən şaxa qaytarıb və İran neftinə ilk dəfə olaraq nəzarətə əldə eləmişdi. O British Petroleum, BP deyirlər bizdə. BP məhz o zaman yaranmışdı. Yəni məqsəd, strateji məqsəd olardı. Və görürsünüz, o məqsəd üçün yenə də təkrarlayıram, həmən o strukturları zərbə endirmədi. Çox güman ki, bax, o istiqamətə gedirlər. Amma hansı üsullardan istifadə eləyəcəklər, bunu gələcək göstərəcək. Murad bəy, Reuters'in də bir yanaşması var. Burada da Amerika Birləşmiş Ştatlarının özünü bir növ qalib elan edəcəyi ilə bağlı xəbərlər tirajlanır. Ancaq üsulu tapılmalıdır. Yəni, necə Amerika Birləşmiş Ştatları özünü qalib tərəf kimi elan eləsin və məqalədə hansı detallar vurğulanır? Deyilir ki, Ağ Evin tapşırığı ilə Amerika Birləşmiş Ştatları kəşfiyyatı müharibəyə bir tərəfli şəkildə son qoyacağı təqdirdə mümkün nəticələri təhlil edir. Xüsusilə də Trumpın mümkün qələbə elanının İranın reaksiyasına necə səbəb olacağı araşdırılır. Bu addımın noyabrda keçiriləcək ara seçkiləri fonunda siyasi nəticələri də nəzərə alınır. İrana qarşı əməliyyatların populyar olmaması, yanacaq qiymətlərinin artması hakim Respublikaçılar Partiyası üçün risk yaradır. Yəni, hələlik deyir, qərar verilməyib. Reuters də bu formada məsələni şərh eləyir. Sizə deyim, əslən Amerika tarixinə baxsaq, siyasət tarixinə, hər dəfə bu aralıq seçkiləri olur da, bu aralıq seçkilərdə müxalifətdə olan qüvvələr udur. Ənənə belədir. İnsanlar, seçicilər seçdiyi prezidentin partiyasına səs vermirlər, müxalif partiyaya səs verirlər. Bu baxımdan onsuz da bu müharibə olsa da olmasaydı... Ara seçkidə uduzacaq deyirsiniz, onsuz da Donald'dan Respublikaçılar. Çox böyük idi ki, uduzacaqdılar. Bu bir. İkinci amil, seçkilərə təsir eləyən vəziyyət seçkilərə 1 ay, 2 ay qalmış vəziyyətdir. Yəni, hələ ki, Amerika Birləşmiş Ştatlarında imkanlar var ki, bu dövrə qədər istənilən əməliyyatları həyata keçirsinlər. Bu vacib amilləri nəzərə almaq lazımdır. Yəni ki, bu günləri müharibəni dayandırıb ki, payızda bir seçki keçirir, onu təsir eləyəcək. Bu real arqument deyil. O ki, qaldı müharibəni yenə də dayandırıb elan eləmək, bunu elan eləyə bilərdilər əməliyyatları dayandıran vaxtı. Bunu eləmədilər. Keçdilər bu iqtisadi tədbirlərə. Yenə də qaydıram ki, ABŞ bu müharibədən çıxmayacaq. Ona görə ki, o öz strateji məqsədlərinə çatmayıb. Əlavə amil də bir dənə deyim, bunu da hər dəfə səsləndirəm sizin verilişlərdə. Hərbi faktor.
Bu günləri görün nə olub. Üç dənə təyyarə daşıyan gəmi yerləşdirilib. İndi artıq dördüncüsü də gəlir. 2 dənə də desant gəmiləri, onlar da təyyarə daşıyırlar. Bokserdən Tripoli. Baxın, görün, artıq 6-ya yaxın təyyarə daşıyır. ABŞ tarixində olmamışdı ki, bu regionu bu qədər yerləşdirsinlər. Və hər gün o hava körpüsü, yaradılan hava körpüsü ilə silah, sursat regiona daşınır. Bunlar milyardlarla vəsaitdir. Bunları elə belə Amerika Birləşmiş Ştatlarının əgər fikri olsa çıxmağa və yaxud elan eləməyə bunu eləməzdilər. Burada düşünürəm ki, paralel olaraq iqtisadi təzyiqlərlə hərbi əməliyyatlara addım atacaqlar. Amma bunun üçün əlverişli vəziyyət gözləyirlər. Çox güman ki, bəlkə də ilkin müharibə başlayan kimi o liderlərin bir yerə toplaşdığı anda müharibəni başladılar. Yadınızdasa İsrail zərbə edirdi. Bəlkə onu gözləyirlər və s. Biz demək çox çətindir. Hələ ki, gözləmə mövqeyində deyirsiniz. Amma düşünmürəm ki, elan eləyərlər bundan əvvəldir. Murad bəy, bir də 3-cü Charles'ın Amerika Birləşmiş Ştatlarının səfəri müzakirə olunur hazırda, Britaniya kralının və bu səfərdən sonra Ağ Evdə bir foto paylaşılıb. O fotonu da istərdim ekrana gətirək. Bunun üzərindən əslində verilən mesajlara dair də müzakirə aparacağıq və 2 kral şəklində şərh olunub. Düzdür, bu Amerika Birləşmiş Ştatları administrasiyasının Donald Trump dövründə ənənəvi siyasətidir. Yenə də Donald Trump'ı da kral olaraq göstərməyə çalışıblar. Dəfələrlə elə özü öz Truth Social şəbəkə hesabında da özünü kral şəklində paylaşıb. Ancaq danışılan mövzularda 2 kral əslində baş-başa gəlirdi. Nə qədər mövqeyimiz eynidir desə də Donald Trump daha çox Britaniya kralı Ukrayna məsələsinə, NATO məsələsinə fokuslanırdısa, Donald Trump'ın əsas istiqaməti İran məsələsi idi. Bu fotodan elə çıxış edərək həm də fikir ayrılıqlarından məsələyə yanaşsaq, Böyük Britaniya və Amerika Birləşmiş Ştatları münasibətlərinin gələcəyi necə görünür? Bəli, bu günləri Amerika ilə Böyük Britaniyanın ənənəvi olaraq müttəfiqi olan Böyük Britaniya ilə çox ciddi problemlər yaranır. Bu problemlərin də kökü, mən hesab edirəm ki, ondan ibarətdir ki, Böyük Britaniyada solçu qüvvələr, leybalistlər də hakimiyyətdə. Və leybalistlərlə, xüsusi olaraq konservatorlar, sağçılar hər zaman problemlərdə olublar. Və Donald Trump bu günləri dünyada konservator sağçıların, belə deyək ki, mənəvi lideridir. Bu əsas kök ondan ibarətdir. Biz gördük ki, Britaniya ABŞ-ı dəstəkləmədi İran məsələsində. Amma bundan əvvəl orada hakimiyyətə konservatorlar olanda hər zaman dəstəkləyirdi. Amma kral ənənəvi, o ənənəni qoruyaraq səfər edərkən bu məsələləri diplomatik formada həll eləmək istəyirdi və onun konqresdəki çıxışını biz gördük. Ukrayna dəstək olunmalıdır, NATO güclənməlidir, Avropa ilə ABŞ münasibətlər bərpa olmalıdır. Yəni, o solçularla sağçı arasında o ziddiyyəti aradan götürmək istəyir. Murad bəy, istəyərdim o xəbəri, o açıqlamanı xatırladıq, yenə sizin dediyiniz fikir üzrə. Elə kralın konqresdəki çıxışını bir daha ekrana gətirək, xatırladıq. Daha sonra Murad bəyin dəyərli fikirlərinin davamını alacağıq. Böyük Britaniya kralı 3-cü Charles İranın nüvə silahı əldə etməsinin yol verilməzliyi ilə bağlı Vaşinqtonun mövqeyini bölüşür. ABŞ hazırda yaxın şərq üzərində işləyir və uğur qazanır. Biz düşmənin nüvə silahı əldə etməsinə heç vaxt icazə verməyəcəyik. Karl bu məsələdə mənimlə məndən daha çox razıdır. 11 sentyabr hadisələrinin dərhal ardından NATO 5-ci maddəni ilk dəfə tətbiq eləyəndə biz bu çağırışa xalqlarımızın bir əsrdən artıq müddət ərzində 2 dünya müharibəsi, soyuq müharibə və Əfqanistandakı münaqişə zamanı olduğu kimi çiyin-çiyinə cavab verdik. Bugün Ukraynanın və cəsur vətəndaşlarının müdafiəsi üçün eyni sarsılmaz qətiyyət lazımdır. O, həqiqətən ədalətli və davamlı sülhü təmin etmək üçün lazımdır. Murad bəy, buyurun fikirlərinizin davamını alaq, elə xatırlatmaq istəyək. Bundan əvvəl epizod göstərdilər, Ağ Evdə nahar.
Onu da istəyərdim biz tamaşaçılarla bölüşək. Çox maraqlı zarafatlar oldu o da. Böyük Britaniya kralı zarafatçıl insandır və o Böyük Britaniya yumoru var tanınmış dünyada. O ilə bağlı çıxışında deyir ki, nahar vaxtı. Cənab Trump, siz hər yerdə deyirsiniz ki, 2-ci Dünya müharibəsi vaxtı siz Avropa dəstəkləməsəydiniz, bütün Avropa Alman dilində danışacaqdı. Amma mən sizin yadınıza salıram ki, vaxtilə Böyük Britaniya Amerikaya müdaxilə eləməsəydi, siz fransız dilində danışacaqdınız. Belə bir zarafatlar olub orada, maraqlı. Amma bu iki kralla da bağlı fikrimi söyləmək istəyirəm. Bir həftə bundan əvvəl Donald Trump bir müsahibə verirdi Amerikada. Çox ağır, çətin, hətta bəzən təhqir edici suallar verirdilər ona. O suallara cavab verirdi və sonda jurnalist ona soruşdu ki, siz kralsınız. O da qayıtdı ki, əgər mən kral olsaydım, sənin kimi jurnalistlə oturub burada mən də sual-cavab verməzdim. Yəni, ehtiyacım olmazdı buna. Ümumiyyətlə, götürəndə münasibətləri, əlbəttə ki, siz fikir verdiniz, konqresdəki çıxışda da kral çalışırdı o ziddiyyətləri aradan götürməyə. Yəni, vaxtilə NATO 11 sentyabr hadisələri vaxtı Amerikanı dəstəklədi və s. bu fikirləri və kralın səfərin əsas məqsədi, düşünürəm ki, bax o Avropa ilə, İngiltərə ilə olan ziddiyyətlərin hamısını aradan götürülməsidir. Fikir versiniz, orada çıxışında da Donald Trump bildirdi ki, bizim İrandakı əməliyyatlarla kral razıdır. Kral razıdır. Amma indiki hökumət, o solçular razı deyil. Yəni, bu proseslərin kökündə bax, bunlar durur. Prosesləri ümumiləşdirsək, əslində sadəcə bir dəqiqə zamanımız qalıb. Mümkün gedişlər nə ola bilər, yəni? Amerika Birləşmiş Ştatlarının mümkün gedişləri. Britaniya arasında? Yox, ümumilikdə İran gərginliyi fonunda. İran gərginliyi ilə bağlı mən düşünürəm ki, bu Amerika Birləşmiş Ştatları o strateji maraqlarına çatmayana qədər İranla bağlı, yəni İranın büyünləri neftinə nəzarət etməyənə qədər o proses oyunlardan çıxmayacaq. Nə üçün? Ona görə ki, onun üçün ən vacib amil İranın neftidir və İranın neftinin ucuz şəklində onun əsas müttəfiqi Çinə satılmasıdır. Bax, onun qarşısını almaqdır. Bu günləri Çini hər tərəfdən enerji təminatı ilə bağlı məhdudlaşdırır Amerika Birləşmiş Ştatları. Venezuelada əməliyyatın əsas məqsədi onlardan biri idi. Venezuela nefti artıq ucuz qiymətlərlə Çinə getmir. Yüksək qiymətlərlə ABŞ vasitəsilə satılır. Həmçində İranın neftinin nəzarəti almayana qədər bu və digər formada hərbi, iqtisadi, başqa üsullardan da istifadə edərək o əməliyyatda fəaliyyət İrana qarşı davam edəcək. Murad bəy, təşəkkürümüzü bildiririk studiyamıza gəldiyiniz, dəyərli fikirlərinizi paylaşdığınız üçün.